torpağın qüruru uçsuz bucaqsız dağların qoynunda əsrlərin sirlərini, əcdadların hikmətini və torpağın ölməz zənginliyini özündə cəmləşdirən Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları hər küncündə sanki keçmişin acı şirin dastanlarının, əcdadların öyrətdiyi ənənələri və gələcəyin ümid dolu arzularını fısıldayırdı. Kənd sakinləri üçün ev yalnız daş və kərpizdən ibarət tikili deyil, o qəlbdə, ailədə və ənənələrdə yaşayan sarsılmaz dəyərlərin, sevgi, mərhəmət, ədalət və inamın təcəssümü idi. Kəndin həyatında ən mühüm yerlərdən biri də torpaq idi. Əkinçilik, illərin zəhmətini, sevinclərini və acı dərslərini özündə cəmləşdirən bir sənət kimi burada yaşanırdı. Kəndin zəhmətkeş insanları üçün torpaq yalnız əkin sahəsi deyildi, o, onların həyatlarının, ümidlərinin və gələcəyin əsas mənbəyi idi. Hər gün səhər dağ zirvələrindən süzülən günəş şüaları, axan çayın şırıltısı və tarlalarda əmilən zəhmətin qoxusu insanlara həyatın nə qədər qiymətli olduğunu, hər damla terin dərin mənasını xatırladırdı. Kəndin ən hörmətli və zəhmətkeş insanlarından biri olan Məhəmməd bəy, illərdir torpaqla, zəhmətlə və mərhəmətlə yaşayan, əcdadlarının öyrətdiyi dəyərlərə sadiq qalan bir əkinçi idi. Onun əllərində torpaq sanki min illik hikmətin, keçmişin dərslərinin və gələcəyin ümid dolu arzularının təcəssümü idi. Məhəmməd bəyin torpaqla olan əlaqəsi yalnız maddi varlıq qazanmaq məqsədlə deyil, həm də insanın ruhunun, ailəsinin və ənənələrinin sarsılmaz gücünü yaşatmaq üçün idi. Məhəmməd bəyin ən böyük övladı olan İsmail, uşaqlığından bəri atasının yanında tarlalarda işləyərək, torpağın sirlərini, zəhmətin dərinliyini və əcdadlarının öyrətdiyi ənənələri öyrənmişdi. O, kəndin dar daş yollarında qaçarkən, axan çayın səsini dinləyərkən, hər bir daşın üzərində yazılmış keçmişin dastanlarını ürəyində birləşdirirdi. İsmailin qəlbində torpaqla bağlı yaranan sevgi yalnız maddi bolluq üçün deyil, həm də insanın qəlbindəki sarsılmaz inam və mərhəmət dəyərlərinin qorunması üçün idi. Lakin kənddəki həyat hər zaman asan olmurdu. Mövsümlər dəyişdikcə torpaq bəzən məhsuldar, bəzən isə sərt və verimsiz olurdu. Bir neçə il əvvəl uzun quraqlıqlar torpağı çatlatdı, axan çayların suları azaldı və kəndin zəhmətkeş insanları hər damla terin dəyərini daha dərindən hiss edirdilər. Bu çətin dövrlərdə torpaqla olan əlaqə daha da sarsılmaz bir inam və ümidin qaynağına çevrildi. Məhəmməd bəy və onun ailəsi hər çətinliyi sevgi və mərhəmətlə, torpağın verdiyi hər dərsi dərin bir hikmət kimi qəbul edərək, gələcəyin parlaq səhərlərini qura biləcəyinə inandılar. İsmail bu çətinliklər qarşısında torpaqla, əcdadlarının öyrətdiyi ənənələrlə birləşən sarsılmaz gücünü daha da dərinləşdirdi. O, yalnız işlərlə məşğul olmaqla kifayətlənmirdi, o, həm də hər axan çayın, hər ağacın, hər daşın özündə daşıdığı sirlərdən, həyatın incə təzadlarından ilham alaraq yazılar yazır. Şeirlər oxuyur və torpaqla bağlı xatirələrini gələcək nəsillərə miras qoyurdu. O, kəndin meydanında, dar daş yollarında və tarlalarda sanki hər bir budağın, hər bir yarpağın, keçmişin acı və şirin xatirələrini, gələcəyin ümid dolu işığını daşıdığını hiss edirdi. Bir gün kəndin böyük bayramı zamanı bütün sakinlər meydanda toplanıb, keçmişin acı dərslərini, torpağın zəhmətini və gələcəyin parlaq ümidini paylaşmağa başladılar. Bu bayram yalnız əyləncə və sevinclə deyil, həm də dərin düşüncələr və sarsılmaz inamla dolu idi. Məhəmməd bəy, bütün insanlara torpaq bizim qəlbimizdə yanan sarsılmaz işıqdır. Hər damla ter, hər itki, hər acı bizə öyrədir ki, əsl güc yalnız maddi varlıqlarda deyil, qəlbdə, ailədə və ənənələrimizdə yatır. Gələcək biz bu dəyərləri qoruyub saxladıqca öz işığı ilə parıldayacaq, deyərək səmimi sözlər söylədi. Bayramın şənliyinin ortasında İsmailin qəlbində yanan o sarsılmaz inam, sevgi və mərhəmət, kəndin hər küncündə, dar daş yollarında və axan çayın sırıltısında öz əksini tapdı. İnsanlar tarlalarda çalışan zəhmətkeşlərin, evlərin pəncərələrindən içəri süzülən günəş şüalarının və meşələrin sükut dolu kölgəsinin ardınca torpağın verdiyi hər dərsi, sevgi və mərhəmətin, sarsılmaz inamın bir daha xatırladı. İsmail bu bayramda yalnız öz təcrübələrini paylaşmaqla kifayətlənmədi, o, həm də kəndin gənclərinə torpağın sirlərini, keçmişin acı xatirələrini və gələcəyin parlaq ümidini necə tapmaq lazım olduğunu öyrətdi. O, aşağıdakı kimi danışdı: Əziz dostlarım, hər birimiz bu torpağın övladlarıyıq. Həyatın bizə verdiyi hər dərs, hər acı, hər itki bizə qəlbimizdə yanan o sarsılmaz inamın və sevginin nə demək olduğunu göstərir. Biz torpaqla, zəhmətlə və ailə sevgisi ilə böyüdük. Hər birimiz bu dərin xatirələri, hər bir acını, hər itkiyi öz qəlbimizdə bir dərs kimi saxlayırıq.
Əsl güc yalnız maddi bolluqda deyil, qəlbdə, ailədə və ənənələrdə yaşar. Gələcək biz bu dəyərləri qoruyub saxladıqca öz işığı ilə parıldayacaq və hər kəsin qəlbində yeni ümidlər doğacaq. Bu sözlər kəndin gənclərinin qəlbində dərin rezonans yaratdı. Onlar torpaqla, ailə ilə və ənənələrlə bağlı öz dəyərlərini daha da dərinləşdirdilər və gələcək üçün sarsılmaz ümid işığını tapmağa qərar verdilər. Kəndin hər küncündə, dar daş yollarında və axan çayın şırıltısında torpağın qüruru ənun, yəni öz içimizdəki, ailəmizdə və ənənələrimizdə yaşayan sarsılmaz gücün və qürurun təcəssümü hər kəsin qəlbində parıldayırdı. İllər keçdikcə Günəşliyə kəndi, torpağın, zəhmətin və sarsılmaz dəyərlərin simvoluna çevrildi. Məhəmməd bəyin və İsmailin öyrətdiyi kimi, hər kəs həyatın hər anını, acı ilə şirin, kədər ilə ümidin, sevgi, mərhəmət və sarsılmaz inamla qarşılamağı öyrəndi. Kəndin gəncləri öz torpaq sahələrində, tarlalarda və meşələrdə keçmişin dərslərindən öyrənərək gələcək üçün yeni ümidlər və arzular yaratmağa başladı. Hər bir iş, hər bir gün, hər bir acı sanki insan ruhunun dərinliyində yanan sarsılmaz gücün, sevginin və ümidin işığını daha da parlaq göstərirdi. Bir gün kəndin dar daş yollarında gəzərkən İsmail özünə belə dedi: "Bu torpaq, bu zəhmət və bu sarsılmaz dəyərlər mənə öyrətdi ki, həqiqi güc yalnız maddi varlıqlarda deyil, qəlbdə, ailədə və ənənələrdə yaşayan, keçmişin acı dərslərindən doğan sarsılmaz ümiddə gizlidir. Gələcək biz bu dəyərləri qoruyub saxladıqca öz işığı ilə parıldayacaq və hər birimizin qəlbində əbədi izlər buraxacaq." Bu düşüncə İsmailin qəlbində yeni ümidlər doğurdu və o, bu dərin dərsləri gələcək nəsillərə miras qoymaq arzusu ilə öz yaradıcılığını və təcrübələrini yazıya tökdü. Onun yazıları yalnız kəndin dar daş yollarında, axan çayın sırıltısında və meşələrin sükut dolu kölgəsində deyil, eyni zamanda böyük şəhərlərin səs-küyündə yaşayan insanlara da ümid və sevgi bəxş etdi. O, insanlara öyrətdi ki, hər acı, hər itki, hər məğlubiyyət insanın öz içindəki sarsılmaz gücü, sevgi, mərhəmət, inam və ədaləti tapmaq üçün bir fürsətdir. Beləliklə, mübarizəsinin yolu adını verdiyimiz bu dastan yalnız Məcidov bəyin zalimliyinə və ədalətsizliyinə qarşı verilən fiziki mübarizə deyildi. O, insanın öz içindəki zəiflikləri, acıları və itkiləri aşaraq əsl gücü, sevgi və ümidin sarsılmaz işığını tapmaq üçün verilən ruhani və mənəvi mübarizənin dastanına çevrildi. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anını, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. İllər keçdikcə Günəşliyə kəndi, torpaqla, zəhmətlə və sarsılmaz dəyərlərlə ölçülən əsl zənginliyin, insanın qəlbində, ailəsində və ənənələrində yaşayan sevgi və mərhəmətin simvoluna çevrildi. Kəndin dar daş yollarında, meşələrin sükut dolu kölgəsində, axan çayın şırıltısında yaşayan hər kəs keçmişin acı dərslərindən, itirilmiş ümidlərdən və hər çətinliyin arxasında doğan sarsılmaz gücdən ilham aldı. Beləliklə, düşmənlərlə mübarizə və mübarizəsinin yolu kimi dastanların yanında mübarizəsinin yolu adını verdiyimiz bu hekayə, Tolstoyun əsərlərində olduğu kimi, insanın zəifliklərini aşan, hər məğlubiyyətdən sonra doğan sarsılmaz gücü, sevgi və mərhəməti ortaya qoyan dərin mənəvi zənginliyi və insan ruhunun sərhədsiz potensialını göstərən bir nağıl kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatın ən çətin anlarını, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi. Kənd sakinləri torpağın, zəhmətin və ailə dəyərlərinin sarsılmaz gücünü, gələcəyin parlaq ümidini hər zaman xatırlayaraq nəsillərə bu dərin dərsləri miras qoydu. İsmailin, Rəşidin, Namiqin və Muradın, bütün gənclərin öyrəndiyi bu sarsılmaz dəyərlər, Günəşliyə kəndinin dar daş yollarında, meşələrin sükut dolu kölgəsində və axan çayın sırıltısında əbədi olaraq yaşayırdı. Beləliklə, mübarizəsinin yolu adını verdiyimiz bu dastan insanın öz içindəki zəiflikləri aşaraq hər çətinlikdən sonra doğan sarsılmaz gücü, sevgi və mərhəməti ortaya qoyan Tolstoyun geniş ürəklə yazdığı kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşayırdı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anını, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu.